Tarixin ilk filosofu nəyin ən çətin olduğu soruşulanda özünü tanımaq, nəyin asan olduğu soruşulanda başqasına məsləhət vermək, insanın bədbəxtliyə ən yaxşı halda necə dözəcəyi soruşulanda düşmənini daha pis vəziyyətdə görərək, ən doğru və ən yaxşı həyatı necə yaşayacağımızı soruşulanda, başqalarını qınadığımız şeyi özümüz eləmədiyimiz təqdirdə və ən xoşbəxt insan kimdir soruşulanda isə sağlam və zireh düşüncəyə sahib, sakit təbiətli biri cavabını vermişdi. Isaac Asimovun elmin doğuşu olaraq tərif etdiyi günəş tutulması hadisəsini qabaqcadan təxmin edə bilmişdi bu filosof, Milletli Fales. Bəs kim idi bu Fales? Onu sələflərindən ayıran xüsusiyyət nə idi? Niyə biz Yunanlılardan əvvəl inkişaf etmiş Misirlilərdən və ya Babilistanlılardan birini deyil də, məhz Falesi fəlsəfə tarixinin başlanğıcına qoyuruq? Bunun üçün tarixi səyahət edərək eramızdan əvvəl 6-cı əsrə, qədim İoniyanın Milet şəhərinə qayıtmalıyıq. Bura Türkiyə Respublikasının Didim ilçəsinə bağlı olan Balat kəndidir. Tarixin ilk filosoflarına ev sahibliyi edən, mədəniyyətin beşiyinə çevrilmiş, Miletdən günümüzə gəlib çıxan bu dağıntılar məhz burada yerləşir. Kim bilir, bəlkə də Fales mülayim bir yaz günü bu amfiteatrda fikirləşmişdi suyun arxe olduğunu. Bir dəqiqə, bu Fales kimdir? Ümumiyyətlə arxe nədir? Fales haqqında biz nə bilirik? Soruşduğunuzu təxmin eləyirəm. Ümumiyyətlə Falesin həyatı haqqında çox az şey bilirik. Üzərindən 2700 ilə yaxın bir vaxt keçdiyini nəzərə alsaq, buna çox da təəccüblənməməliyik. Herodotun qeyd elədiyinə görə, Falesin ailəsi Finikiyadan köç eləmiş zadəgan bir ailəsi idi. Amma ümumi qəbul edilən görüşə görə, Falesin özü məhz Miletdə doğulmuşdu və Yunanlı idi. Platonun Theaitetos adlı dialoqunda yazdıqlarına görə, Fales bir gün göy üzünü diqqətlə seyr edərkən, önündəki quyunu görməyərək ora yıxılıbmış. Bunu görən Trakiyalı bir xidmətçi qız isə istehza ilə Falesə gülərək, onun ayağının altını görə bilmədiyi halda səmadakı ulduzları tədqiq etmək istədiyi üçün lağa qoyubmuş. Aristotel isə Falesi belə sadəlövh və səfeh obrazında yox, müdrikliyi sayəsində maddi varlıq qazana bilən biri kimi göstərir. Bu əhvalata görə həmyerliləri israrla Falesə fəlsəfənin boş olduğunu vurğulayır. Onun pul qazanmaq kimi gündəlik ehtiyaclarını qarşılaya bilmədən fəlsəfə ilə məşğul olmağını tənqid edirlər. Bunun əksini sübut etmək istəyən Fales, yay mövsümünün havasını qabaqcadan proqnozlaşdıraraq, qış fəslində pulunu zeytun sıxma alətlərinə qoyur və onların hamısını kiralayır. Həmin yay zeytun bol məhsul verəndə isə bu alətlərə tələbat artdığı üçün Fales hamısını baha qiymətə insanlara kiralayaraq fəlsəfə və ya başqa bir deyişlə düşünmə qabiliyyəti ilə maddi sərvətin qazanıla biləcəyini sübut etmiş olur yerlilərinə. Faleslə bağlı danışdığım bu bir-birindən iki fərqli əhvalatda sizin də diqqətinizi bir şey çəkdimi? Bəzi hekayələr minillər boyu qorunaraq əbəs yerə günümüzə gəlib çıxmır. Burada həm Platonun, həm də Aristotelin vermək istədiyi mesaj fəlsəfə ilə məşğul olmağın adi gündəlik işlərdən daha üstün olduğu, adi ortalama bir insanın cahilin cəsarətinin özünə verdiyi inamla özlərini filosoflardan üstün saydığını və buna görə də filosofları daim məsxərəyə qoymaq olduğudur. Renesans dövründə qarşımıza daha çox çıxan polimat fərdlər kimi Fales yalnız fəlsəfə və ticarət sahəsində deyil, eyni anda həm siyasət, həm riyaziyyat, həm astronomiya və həm də mühəndislik sahələrində də bilikli idi. Məsələn, Liartlı Diogendən aldığımız məlumata əsasən, Lidiyalılar farslarla apardığı müharibə üçün Miletlilərə ittifaq təklif eləmişdi. Fales isə öz məsləhəti ilə Miletlilərə bu ittifaqa qoşulmamağa məsləhət görmüşdü və sonunda Kir bu müharibəni qazandığı zaman bu diplomatik məsləhət Milet şəhərini dağıdılmaqdan xilas eləmişdi. Falesin eramızdan əvvəl 585-ci ildə baş verən günəş tutulmasını qabaqcadan proqnozlaşdırmağı və Miletli dənizçilərə yollarını rahat tapa bilmələri üçün kiçik ayı ulduzunu izləmələrini məsləhət görməyi, onun astronomiya sayəsində də bilikli olmağından xəbər verir. Falesin şöhrətinin ən əsas amillərindən bəlkə də ikincisi, onun həndəsə və riyaziyyatla bağlı etdiyi kəşflərdir. Bizim məktəb vaxtı həndəsə ilə bağlı öyrəndiyimiz bəzi teoremlərin əsasını Falesin qoyduğu qəbul edilir. Bunlara misal verməli olsaq, bir dairədə diametri görən çevrənin bucağının hər zaman düz bucaq olduğunu, bərabəryanlı üç bucağın oturacağına bitişik bucaqların bərabər olduğunu və ya iki düz xəttin kəsişməsindən əmələ gələn qarşılıqlı bucaqların bir-birinə hər zaman bərabər olduğunu sadalaya bilərik. Bəs Fales bu qədər biliyi hardan əldə etmişdi? Onun həm Misirə, həm də Babilistana getdiyi rəvayət edilir və etdiyi bu səyahətlər sırasında da həm həndəsi biliklərini, həm də astronomiya ilə bağlı dünya görüşünü inkişaf elətdirdiyi qeyd edilir. Yaxın şərqlilərin həndəsi bilikləri yüksək olsa da, onların bildikləri bəzi şeyləri Fales kimi teorem haldığına saldığını deyə bilmərik. Hətta Misirdə Falesin piramidanın hündürlüyünü ölçə bilməyinin Fironun xoşuna gəlməyi də
Misirlərin əslində bilikli olsa belə, Falesin zəkasından çox da yuxarıda olmadığını göstərir. Falesi yaxın şərqli müəllimlərindən ayıracaq ən böyük xüsusiyyəti başa düşmək üçünsə, biz Falesin fəlsəfəsinə toxunmalıyıq. Falesin fəlsəfi düşüncələri ilə bağlı əsas mənbəyimiz Aristoteldir. Amma Aristotel Falesdən 200 il sonra yaşadığı üçün Falesin öz düşüncələrini hansı əsaslandırma və müşahidələr nəticəsində ortaya qoyduğunu bildirməkdə çətinlik çəkir. Bu səbəbdən də Aristotel Falesin əsaslandırmaları ilə bağlı bəzi ehtimallar irəli sürür və bizim bu ehtimallara güvənməkdən başqa əlacımız yoxdur. Videonun başında da qeyd etdiyimiz kimi, Falesin irəli sürdüyü ən əsas fikir hər şeyin arxesinin suyun olmağıdır. Falesin arxe dediyi şeyi sadə dildə tərcümə eləməyə cəhd eləsək, bunu biz ilk maddə, əsas maddə və ya substansiya sözləri ilə əvəz eləyə bilərik. Yunan filosoflarının öz sözləri ilə izah eləsək, arxe hər şeyin ondan gəldiyi, ona getdiyi və ondan düzəldiyi şey, dəyişənin altında dəyişmədən qala bilən, varlığını davam etdirən bir şeydir. Ona görə də arxe bütün təbiəti izah eləyə bildiyindən, o eyni anda həm kozmogonik, həm də ontoloji bir müddəadır. Çünki o eyni anda həm başlanğıcda nə var idi sualına, həm də varlığın nədən ibarət olduğu suallarına cavab verir. Bəs Fales niyə hər şeyin əsas maddəsinin su olduğunu düşünmüşdü? Aristotelin yazdıqlarına görə, ilk növbədə Falesi suyun hər şeyin arxesi olduğu fikrinə götürən, hər varlığın nəm qidadan bəsləndiyi və istiliyinin özünün də bu nəmdən meydana gəldiyidir. Bu ifadənin birinci hissəsi ilə bağlı bunu deyə bilərik ki, Fales torpağın quruduğu zaman su ilə yenidən canlanmağını, bitkilərin və insan kimi bir çox digər canlıların həyatda qalmaq üçün suya ehtiyacını doğrudan da müşahidə yolu ilə düşünmüş ola bilərdi. Aristotel bunları bildirəndən sonra isə bu fikrin heç də orijinal olmadığına eyham vurur. Çünki Falesdən əvvəl də bir sıra kosmologiyalarda suyun hər şeyin bünövrəsi olduğu vurğulanır. Məsələn, elə Yunanlıların özündən misal versək, Homer dünyanı okeanın ortasında üzən bir quru parçası olaraq təsəvvür edir. Okean Yunan mifologiyasında sularla əlaqələndirilən bir titandır və eyni zamanda da Yunan dünyasında coğrafi olaraq suyu təmsil eləyir. Bu arada Falesin özü də Homer kimi dünyanın suyun üzərində üzdüyünü iddia eləyirdi. Ona görə də doğrudan da Falesin Homerdən təsirləndiyini deyə bilərik. Belə olan halda Falesi ilk filosof və alim olaraq qəbul edəcəyimiz fikrini tənqid edə bilərsiniz. Falesdən əvvəl gördüyümüz kimi bəzi icmalarda və mifologiyalarda da bu fikrin eynisi var idi. Amma Falesi onlardan ayıran ən vacib məqam onun öz fikrini mifik bir su tanrısı və ya titan ilə yox, müşahidələr ilə təcrübə edə biləcəyi fiziki bir maddə ilə, yəni suyun özü ilə açıqlamasıdır. Friedrich Nietzsche'nin də vurğuladığı kimi, Falesin bu fikri ilk baxışdan ibtidai və ya absurd görünə bilər. Amma Falesi mühüm eləyən şey onun verdiyi cavab yox, cavabı vermək üçün istifadə etdiyi üsuldur. İlk dəfə Faleslə biz miflərdən rasional düşüncəyə, yəni elmə və fəlsəfəyə keçidi açıq bir şəkildə görə bilirik. Bəs Falesə bu fikrinə gəlməkdə hansı müşahidələr kömək eləmiş ola bilərdi? Məsələn, ehtimalı çox yüksəkdir ki, Fales suyun 3 halda da mümkün olduğunu təcrübə etsin. Donanda buz kimi qatı, isinəndə buxar kimi qaz və normalda maye olmağı. Bildiyimiz bütün varlıqlar demək olar ki, bu 3 formadan birinə malikdir. Və su da bu 3 formanın hamısını əhatə elədiyinə görə bütün varlıqlar sudan çıxmış olmalıdırlar ki, bu formalardan birinə sahib olsunlar. Falesin günündən bu günə gəlib çatan heç bir yazısı olmadığı halda, Falesə aid olduğunu bildiyimiz bir digər anlayış isə hər şeyin tanrılarla dolu olmağıdır. İlk başda onu qeyd eləyək ki, Falesin tanrı sözü ilə qədim Yunan dünyasının tanrı sözləri arasında fərq var. Çünki Fales maqnit daşının dəmiri özünə çəkdiyindən hərəkət eləyərək hər şeyin içində, yəni hər varlığın kökündə bir canlılıq olduğunu iddia eləmişdi. Və bu səbəbdən də hər şeyin tanrılarla dolu olduğunu vurğulamışdı. Əslində bu daha sonralar çıxacaq olan panteizm inancının da ilk fəlsəfi ifadəsinə oxşuyur. Bütün bu danışdıqlarımızdan biz hansı nəticəyə gələ bilərik? Fales doğrudan da ilk maddə nədir sualını verməklə və apardığı müşahidələrlə özünə qədər edilən dünyanın əfsanəvi izahlarının qeyri-kafi olduğunu göstərə bilmişdi. Bundan əlavə, onun ortaya atdığı bu arxe problemi heçlikdən və ya yoxluqdan bir şeyin çıxa bilməyəcəyi fikrinin ilk fəlsəfi ifadəsi idi. Əlavə olaraq, Fales çoxluğun və ya fərqliliyin kökündə dayanan birliyin var olduğu fikrinin və ya başqa sözlə monizm fəlsəfəsinin banisidir. Son olaraq, daha sonra Parmenid və Platon kimi filosoflarla ortaya çıxacaq olan hisslərimizin və ya duyğu orqanlarımızla qavraya bildiyimiz şeylərin əslində aldadıcı olduğu fikri də məhz arxe problemindən ortaya çıxır. Çünki əgər ilk maddə həyatımızda gördüyümüz varlıqlardan fərqlidirsə və ya gördüklərimiz ilk maddəni əks etdirmirsə, deməli gördüyümüz şeylər əslində real olmamalıdır. Ən azından Platonun fəlsəfəsinə görə bu belədir.
Faleslə birlikdə ortaya çıxan bu fəlsəfi və tənqidi düşüncənin bir sonrakı hədəfi isə Falesin özündən başqası olmayacaqdı. Çünki atəş kimi suya əks sayıla bilən maddələr necə ola bilərdi ki, sudan meydana gəlsin? Çünki atəş suyu isidərək buxar halına salır və yaxud da suyu atəşin üzərinə tökdüyümüzdə alovu söndürür. Ona görə də kainatda necə ola bilərdi ki, bir maddə öz əksini meydana gətirsin? Bu problemi qabardan isə Falesin ən yaxın dostu və tələbəsi Anaksimander idi. O, müasir insan düşüncəsinin və məişətinin mərkəzində dayanır. Yazının ixtirasından Anaksimandra qədər olan dövrdə xətti formada inkişaf edən düşüncəmiz bu şəxsdən sonra inanılmaz bir sıçrayış əldə edərək müasir dünyamızın təməllərini başlatdı. Amma necə ola bilərdi ki, bu qədər şeyin bünövrəsində yalnız bir şəxs dayansın? Elə isə gəlin Anaksimander yaxından tanıyaq. Anaksimander mədəniyyətin beşiyi olan Miletin Falesdən sonra ikinci görkəmli nümayəndəsidir. Onun 42-ci Olimpiya oyunlarının 3-cü ilində doğulduğu qəbul edilir. Biraz sonra görəcəyimiz fikirlərində Falesin təsiri olduğundan, ənənəyə görə o, Falesin tələbəsi idi. Fəlsəfə tarixində ilk yazılı əsər qələm almaqla birlikdə nəsr formasında yazı yazan ilk filosof hesab edilir. Periphyseos, yəni təbiət haqqında adlanan bu əsərindən orijinal formada bir cümləsinin günümüzə qədər gəlib çatmağı doğrudan da heyrətamizdir. Anaksimanderın Miletin sayılıb seçilən ziyalı vətəndaşlarından biri olmağını, onun Qara dəniz sahilindəki Apollonia koloniyasını qurmağa göndərilən qrupun rəhbəri olmağından bilirik. Mənbələrdə Anaksimanderın Apolloniyadan başqa Spartaya getdiyini də bilirik. Amma bundan əlavə, onun da Fales kimi bilikli olduğuna görə Misir və Babilistana gedə biləcəyi də rəvayət edilir. Məşhur Romalı filosof Siseron Anaksimanderın Spartada baş verəcək zəlzələni qabaqcadan təxmin etdiyini deyir. Amma bizə maraqlı olan zəlzələnin doğrudan da baş verib-verməməsi deyil, daha çox Anaksimanderın zəlzələnin baş vermə səbəbləri ilə bağlı irəli sürdüyü fikirlərdir. Ona görə də sözü uzatmadan Anaksimanderın kəşflərinə baxa bilərik. Anaksimanderın kəşflərinin dəyərini başa düşmək üçün o dövrdəki ortalama bir insanın dünya ilə və kainatla bağlı ibtidai təsəvvürlərini qavramalıyıq. İnsanlar yaşadığı coğrafiyadan asılı olmayaraq daim təcrübə etdiyi dünyəvi hadisələri tanrıların və digər fövqəltəbii varlıqların qüvvələri ilə açıqlamağa çalışmışdılar. Məsələn, Babil yaradılış dastanı olan Enuma Elişin ilk sətirlərinə baxaq. Yüksəklərdə göy hələ adlandırılmamışkən, aşağıda yerə hələ ad verilməmişkən, yalnız ilkin Apsu, onların atası və Mummut Tiamat, onların anası. A few moments later. Elə onda tanrılar onların içində formalaşdı. Bu minvalda minlərlə belə yazı nümunəsi göstərmək olar. Dünyanı qavramaq üçün gətirilən bu yeni perspektiv Anaksimanderın töhfələri ilə özünü daha da açıq bir şəkildə göstərir. Məsələn, ilk öncə Anaksimanderın meteoroloji hadisələrin səbəbləri ilə bağlı irəli sürdüyü fikirlərə nəzər salaq. Yağış günəş vasitəsilə dəniz və çaylardan buxarlanan suyla eyni şeydir. İldırım və göy gurultusu buludların toqquşması və ayrılması səbəbi ilə baş verir. Zəlzələlər hədsiz yağış və ya istilik sayəsində yerdə əmələ gələn yarıqlara görə baş verir. Bu yarıqlara hava sürətlə dolduğu və orada cərəyan elədiyi üçün silkələnmə baş verir. Burada diqqətimizi bu izahların doğruluq payının olub-olmamağından çox, Anaksimanderın təbiətdə gördüklərini başa düşmək üçün istifadə elədiyi yanaşmaya verməliyik. Günümüzdəki ortalama bir insan yağışların və istiliyin zəlzələni meydana gətirmədiyini bilir. Amma burada diqqətə layiq məqam Anaksimanderın yaşadığı mühitdəki ənənəvi inanca, yəni zəlzələnin Poseidon tərəfindən törədildiyi inancına əks getməkdir. Bu rasional düşüncə tərzinin niyə məhz Yunanlarda çıxdığı sualı başqa mövzudur və bu mövzu ilə bağlı çəkdiyim podkastı buradan dinləyə bilərsiniz. Anaksimanderın həmçinin biologiya sahəsinə töhfə verən ilk insan olduğunu deməsək olmazdı. O, həyatın ilk dəfə suda başladığını və buna görə də ilk canlıların balığa bənzər varlıqlar ola biləcəyini fərz etmişdi. Daha sonra yer quruduqca canlılar quruya çıxmış və burada yaşamağa uyğunlaşmaq üçün tikənli canlılara çevrilmişdilər. Əlavə olaraq, insan övladının digər heyvanlardan fərqli olaraq öz-özünə baxa bilməməsini müşahidə edən Anaksimander bu səbəbdən insanın ilk başda suda yaşayan bir heyvanın içində meydana çıxıb yaşadığını düşünmüşdü. Anaksimanderın fəlsəfəsini müzakirə etmədən əvvəl dayanmaq istədiyim ən vacib məqam isə onun yer kürəsi ilə bağlı təsvirləridir. Fales yeri su üzərində üzən bir sinik kimi təsəvvür edirdi. Yəni ona görə yeri tutan şey hər şeyin arxası olan su idi. Amma Anaksimander bu təsəvvürə qarşı çıxır.
Çünki konkret bir maddə olan su yeri tutursa, onda suyun özünü nəyin saxladığı sualı bizi problemin dərinliklərinə aparır. Bir digər tərəfdən, Falesin modeli ilə qərbdə batan günəşin hər gün necə şərqdən yenidən çıxdığına verilən cavab kafi deyildi. Falesə görə günəş yerin ətrafından geri dönərək yenidən şərqdə peyda olurdu. Amma şimaldakı dağlara görə biz bu prosesi görə bilmirdik. Bu problemdən çıxmaq üçün Anaximandrın irəli sürdüyü fikir Karl Popper'in sözləri ilə desək, insanlıq düşüncəsi tarixində ən cəsur, ən inqilabi və ən əlamətdar ideya idi. Bəs Anaximandrın təklifi nədən ibarət idi? O, yer kürəsinin heç bir şeyə dayanmadan və ya heç bir şeyin üzərində durmadan boşluqda durduğunu və ya başqa bir sözlə fəzada üzdüyünü irəli sürür. Mexaniki təfərrüatlarını bir kənara qoysaq və sadə dildə izah etməyə çalışsaq, doğrudan da bu gün bildiyimiz qədərilə yer fəzada üzmürmü? Nəzəri fizik olan Carlo Rovelli əbəs yerə bu fikrin insanlıq tarixinin ən mühüm kəşflərindən biri olduğunu demir. Çünki dövründə hökmran olan düz dünya ideyasından sonra fəzada üzən dünya konseptinə sıçrayış çox böyükdür. Xatırlatma eləyək ki, Anaximandr bunları ortalığa atanda hələ eramızdan əvvəl 6-cı əsr idi. Müqayisə üçün götürsək, 17-ci əsrdə yezuitlərlə tanışana qədər Çin astronomiyasında hələ də yuxarının səma, aşağının isə düz dünya olduğuna inam davam edirdi. Yalnız Çində deyil, bilə bildiyimiz bütün ibtidai və ənənəvi inanclarda yuxarı anlayışı səmanı, aşağı anlayışı isə dünyanı nəzərdə tuturdu. Anaximandr ilk dəfə yerin aşağısında da səmanın olduğunu deyən ilk kosmoloji inqilabçıdır. Bəs Anaximandr necə təxmin edə bilərdi ki, yerin yuxarısında olduğu kimi aşağısında da səma var və ya başqa bir sözlə yer boşluqda durur. Fikir verdinizsə, bayaq Falesin modelində günəşin hərəkəti ilə bağlı bir problemin olduğunu vurğulamışdım. Anaximandrın bu yeni modeli isə günəşin qərbdə yox olub, şərqdə yenidən çıxmağını, onun yerin altından keçərək getməsi ilə izah edirdi. Bəs günəşin yer kürəsinin altından keçə bilməsi üçün yerin altında boşluq olmalı deyilmi? And the sun goes down, and then the sun reappears the other side. So how do they go through? If they have to pass through, there should be nothing. It should be open. So it's very simple. But this is the point. If it is very simple, why nobody in China got it? Why nobody in America got it? Why? Doğrudan da yaxşı sualdır. Gördüyünüz kimi bu ideya bizim fundamental dünya anlayışımıza və təcrübəmizə ziddir. Birincisi, bütün əşyaları boşluqda buraxdığımda aşağı düşür. Elə isə yer boşluqda necə dura bilər? Bu sualın ikinci cavabı isə bundadır ki, bu sıçrayışı edə bilmək üçün qəbul eləməlisən ki, dünya indiyənə kimi düşünüləndən fərqli ola bilər və buna görə də biz köhnə təsəvvürlərimizi daima dəyişməli ola bilərik. Bu isə ancaq o mühitdə baş verə bilər ki, orada ənənələr sorğulana bilsin və bunu sorğulayanlar təqib edilməsin. Birinci suala qayıtsaq, Aristotel Anaximandrın yerin düşməsi üçün bir səbəb yoxdur cavabını verdiyini deyir. Buna görə Anaximandr yerin kainatın hər tərəfinə eyni uzaqlıqda olduğunu və bu səbəbdən də kainatın tam mərkəzində olduğunu irəli sürür. Hər tərəfə eyni uzaqlıqda olduğu üçünsə yerin hər hansısa bir tərəfə yaxınlaşmasına və ya başqa bir sözlə hərəkət eləməsinə ehtiyac da yoxdur. Gördüyümüz kimi Anaximandrın dahiliyi çeynənmiş yer niyə düşmür sualını yer niyə düşməlidir ki sualı ilə əvəzləyərək gətirdiyi yeni nöqteyi nəzərdir. Çünki bununla Anaximandr gündəlik gördüyümüz əşyalarla yerin eyniləşdirilməyini sorğulayır. Başqa və daha aydın sözlə desək, o müşahidə edilən düşmə hərəkətinin mütləqliyini sorğulayır. Məsələn, praktik misal versək, yer kürəsinin şimal yarımkürəsində də, cənub yarımkürəsində də yaşayan insanlar yerə tərəf düşür. Təbii ki, bizim burada düşmə dediyimiz şey cazibə qüvvəsinin təsirinə görə baş verir. Amma burada bir mütləq aşağılıq və ya mütləq düşmə anlayışı yoxdur. Biz Anaximandrın etdiyini, yəni dünyanı daha yaxşı qavramaq üçün perspektivini kökündən dəyişməli olduğunu başqa bir dahi insanda da görmüş elə bil. Kim ola bilər görəsən? Tapdım. Albert Einstein. O, xüsusi nisbilik nəzəriyyəsini irəli sürəndə indiliyin və ya eyni vaxtlılığın mütləq olmadığını, müşahidəçinin hərəkətinə nisbi olduğunu kəşf eləmişdi. Einsteinin bu kəşfi ilə biraz maraqlananlar bunu dərk etməyin necə çətin olduğunu bilər və bu çətinlik Anaximandrın inqilabi konseptini dərk etməklə eyni dərəcədədir. Sadəcə olaraq Anaximandrın kəşfinin lazımı qədər qiymətləndirilməməsinin səbəbi bunun üzərindən 26 əsrin keçməyidir. Bu qədər vaxt sonra bizlərə, yəni müasir insana aşağının mütləq olmadığı 2x2-nin 4-ə bərabər olmağı kimi açıq-aydın bir şeydir. Anaximandrın fəlsəfəsinə keçmədən əvvəl son olaraq onu da qeyd edək ki, deyilənlərə görə Yunanistan torpaqlarına
Qnomon alətini gətirən ilk adam məhz Anaximander idi. Normalda bu alət gün ərzində saatı göstərməyə kömək edir. Anaximanderın qnomon vasitəsilə kölgələrin uzunluğunun il içində dəyişməsinə fikir verərək yerin ekliptik hərəkət etdiyini də kəşf etdiyi deyilir. Əgər bu doğrudursa, onda doğrudan da Anaximanderın insanlıq tarixi üçün etdiyi mühüm kəşflərə bununla daha birini də əlavə edə bilərik. Anaximanderın fəlsəfəsi ilə bağlı əsas mənbələrimiz Aristotel və onun tələbəsi Theophrasdır. Anaximanderın fəlsəfəsində açıq bir şəkildə Falesin və əvvəlki Yunan mifologiyalarının təsirini sezmək mümkündür. Fales kimi onu da narahat edən əsas sual arxenin nə olduğudur. O, Falesin ideyası ilə razılaşmır. Çünki su hər bir maddəni, ən azından öz əksini əhatə edə bilməzdi. Əgər belə olmuş olsaydı, onda quru deyilən anlayış olmamalıydı. Çünki ilk başda su hər yeri bürümüş olardı. Həmçinin Anaximandera görə arxe daha sonralar Anaximenin dediyi kimi hava ya da Heraklitin dediyi kimi atəş tərzində konkret bir maddə də ola bilməzdi. Bu səbəblərdən dolayı Anaximandera görə arxe apeirondur. Anaximanderin kosmologiyasına görə apeirondan bir parça ayrılmış və bu parçadan isti və soyuq olaraq iki əks maddə yaranmışdı. Bu iki ünsürdən isə nəm və quru olanlar meydana gəlmişdi. Apeiron Yunan dilində kəmiyyət baxımından sonsuz olan, keyfiyyət baxımından isə qeyri-müəyyən olan deməkdir. Buna görə də fəlsəfə tarixçiləri arasında Anaximanderin apeiron deyərkən hansını nəzərdə tutduğu mövzusunda ortaq məxrəc yoxdur. Anaximanderin əsərindən günümüzə qədər gəlib çatan orijinal fraqmentində o apeironu belə izah edir. Var olan şeylərin prinsipi apeirondur. Şeylər ondan meydana gələr və yenə məcburi olaraq onda yox olarlar. Çünki onlar zamanın sırasına uyğun olaraq bir-birlərinə qarşı törətdiyi haqsızlıqların cəzasını çəkirlər. Bu fraqment çox kiçik görünsə belə, onun tərkibində bir sıra maraqlı fikir və konsept var. İlk başda bu izahı analiz eləsək, Anaximanderin burada əslində apeiron deyərkən hər iki mənanı da istifadə elədiyini görmüş olarıq. Aristotel Anaximanderin birinci mənanı, yəni apeiron deyərkən sonsuz olduğunu demək istədiyi görüşündədir. Kainat ziddiyyətlərdən meydana gəlibdir. Çünki var olan şeylər bir-birlərinə qarşı davamlı ədalətsizlik eləyirlər. Bir-birinə zidd olan şeylər sırayla kainata hökm edirlər və sonda da apeironda yox olurlar. Demək ki, yox olmadan sonra apeirondan başqa bir maddə və ya varlıq meydana gəlməlidir. Hansı ki, sonda yenə yox olacaq və yerini başqa bir varlığa buraxacaq. Ona görə də bu varlıqların çıxdığı şey, yəni apeiron, sonsuz bir şey olmalıdır ki, tükənmədən yeni varlıqlar yarada bilsin. Başqa bir sözlə desək, varlıqların varlığının mənbəyi sonsuz bir şey olmalıdır ki, bu dövri hərəkət daim davam etsin. İndi isə apeironun ikinci mənasını təhlil edək. Varlıqlar arasında ziddiyyətlər və fərqliliklər var olduğuna görə, keyfiyyət baxımından apeiron qeyri-müəyyən və ya xüsusiyyət daşımayan bir şey olmalıdır. Çünki hər şeyin ilk maddəsi Falesin dediyi kimi müəyyən bir şey olsaydı, onda onun əksi bu müəyyən varlıqdan çıxa bilməzdi. Çünki zidd olan varlıqlar elə ən başda bir-birlərini silərdilər. Həmçinin hər hansısa bir maddə sonsuz olsaydı, onda digər maddələr aradan qalxardı. Bütün maddələr və ya elementlər isə sırayla yox olduqları üçün apeiron bunlardan keyfiyyət baxımından fərqlənməli idi. Ona görə də apeiron müəyyən xüsusiyyəti olmayan bir şey, yəni qeyri-müəyyən olmalıdır. İndi isə apeironun insanlıq tarixi üçün əhəmiyyətli bir konsept olduğunu göstərmək üçün onun nəzəri fizika ilə oxşarlığına göz ataq. Anaximander apeironu irəli sürərək bu qəliz dünyanı qavramaq üçün bəzən birbaşa müşahidə edə bilməyəcəyimiz şeylərin var olduğunu xəyal etməyimizin labüd olduğunu göstərir. Nəzəri fiziklərin etdiyi də elə bu deyilmi? Einstein məkan-zamanın bükülməli olduğu fikrinə gəlmək üçün dəfələrlə düşüncə eksperimentləri apardı. Schrödinger kvant fizikasının mürəkkəb olduğunu izah edə bilmək üçün pişik düşüncə sınağından istifadə elədi. Anaximanderin öz dövrünə yaxın olanlardan misal versək, atomçular maddənin təşkilini izah etmək üçün gözlə görə bilmədikləri atomları fərz etdilər. Ona görə də bütün bu metodlara Anaximanderin apeironunun xələfi deyə bilərik. Anaximanderin o kiçik fraqmentində gördüyümüz bir digər vacib xüsusiyyət isə hər şeyin məcburi olaraq apeironda yox olmağı və bunu zamanın sırasına uyğun bir şəkildə eləmələridir. Bu məcburiyyətdən və zamanın sırasına görə hərəkət eləmədən bir təbiət qanunu çıxara bilərikmi? Yəni Anaximander burada var olmanın və ya yox olmanın bir təbiət qanununa görə hərəkət etdiyini demiş ola bilərdimi? Fəlsəfə tarixçiləri bunu təbiət qanunundan daha çox bir əxlaqi və ya hüquqi qanun olaraq şərh edirlər. Nietzschenin də bildirdiyi kimi,
Anaximandrın bu pessimist görüşünə görə bir varlığın var olmağı digər varlığın haqqına təcavüz olduğu üçün bir təqsirdir və buna görə də cəzasını mütləq ödəməlidir. Başqa bir sözlə, hər bir fərdi varlıq var olmaq üçün başqasının mövcudiyyətini yox etməyə təşəbbüs göstərir və bu əməllərinə görə Apeyrona qayıdaraq, onda yox olaraq və yerini başqa bir varlığa buraxaraq cəzasını ödəmiş olur. Anaximandrla birlikdə biz tarixdə sözün əsl mənasında ilk təbiətşünasın və metafizikin ortaya çıxdığını görürük. O, dünyanın, kainatın və canlıların təşəkkül etməyini elmi formada müzakirə edən ilk şəxsdir. Əfsanələri qırağa qoyaraq öz müşahidələri, təcrübələri və məntiqi düşüncəsi ilə yeni açıqlamalar verməyə çalışmışdı. Onun Apeyronu Falesin arxesinə görə böyük bir sıçrayışdır. Çünki Apeyron bir-birindən fərqli varlıqların meydana gəlməyini daha yaxşı izah qabiliyyətinə malikdir. Onun fəlsəfəsindən ortaya çıxan ziddiyyətlər arasındakı rəqabət fikri də daha sonralar Heraklitin fəlsəfəsində öz əksini tapacaqdı. Həmçinin özündən sonra gələn atomçular və Epikurun da iddia etdiyi kimi sonsuz kainatların və ya sonsuz dünyaların var olduğu fikrinin banisi də məhz Anaximandrdır. Anaximandrın dünyası tanrılar tərəfindən yaradılmamış və idarə edilməyən ilk mütərəqqi fəlsəfi dünyadır. Anaximandra qədər mədəniyyətlər tarixində görə bildiyimiz qədərilə iki əsas qütb var idi. Ya şagird ustadına o qədər rəğbət bəsləyirdi ki, onu sorğulamaq bir günah sayılırdı, ya da ki, öz fikrinə zidd olan bir digər fikrə açıqca nifrət yağdırılırdı. Hal-hazırda müasir elmdə də istifadə edilən bu iki qütbün ortası ilk dəfə Anaximandr sayəsində meydana çıxdı. Anaximandr Falesə dərin hörmət bəslədiyi halda çəkinmədən və açıq bir şəkildə onun fikri ilə razılaşmadığını deyə bilmişdi. Bizim məlumatı dərk etməyimiz insanlıq tarixi boyunca tədricən ardıcıl təkmilləşdirmələr sayəsində baş vermişdi. Ona görə də növbəti dəfə elmi məqalə oxuyanda Anaximandrı unutmayın. Hələlik.